şəkər sayılır. Hərəkət qabiliyyətli enerji sayılır. Yəni həmin vaxtı belə deyək, o çiçəklərin açdığı vaxtı yarpaq yoxdur. Razılaşıram ki, bu reaksiya üçün bir elmə məlum olmayan bir üsul tapdı, bitki onu da bir şəkildə elədi və adenozin difosfat, trifosfat əldə elədi. Bəzi yaxşı bu çiçəklərdən toplanan bu tonlarla bal hardan təmin olundu çiçəklərə? Hər halda qəbul edirsiniz də. Bu az bir enerji deyil ki. Qış boyu yağla qarışdırırsınız, basırsınız çörəyin üstünə, yaxıb basırsınız, gedirsiniz. Yəni demək istədim, bütün bu balın hamısı o çiçəkdən toplandı. O çiçəkdəki o yüksək enerji hardan təmin olundu? Yəni elə belə enerji deyil də hər halda. Və yazda 3-5 günün içində gün çıxan kimi bağlar ağappaq donunu geyinir. Düzdür? Ağappaq donun geyindi. Maksimal bir həftəyə də mayalanma yekunlaşdı. İndi siz demək istəyirsiniz ki, elə bu 3-5 günün içində bütün bu tonlarla şəkər istehsal olur. Yəni bu çiçəklərə depolanması, bitkidə baş verən o mayalanma üçün rasxod olunan enerji, mayalanma az enerji rasxodu deyil ki. Bunların hamısı 3-5 günün içində oldu. Əzizlərim, bitkinin fosfor ehtiyacı faizdə qarşılanmalıdır və çox erkən. Və düşünmək lazım deyil ki, bu fosfor yaza kimi həll olunacaq, formaya düşəcək və falan filan keçəcək, nəysə və s. və ilaxır. Və bitki bunu yazda mənimsəyəcək. Bitki yazda payızda mənimsənilmiş, artıq mənimsənilmiş, meyvə gözlərinə depolanmış fosfor istifadə edir. Bütün işlərində mənimsənilmiş fosfordan. Hətta mənimsənilmiş yox. Adenozin trifosfata, difosfata çevrilmiş uje. Enerji halındakı fosfordan istifadə edir. Yəni bitki heç bir halda yazda mənimsəyir, yazda da fosforu. O yazda mənimsədiyi fosforu var ha. Yəni həmin fosfordan heç bir şey yaramır. O fosfor gedir yarpaqda istehsal olunan, yarpaq açan olur. Mayalanma bitir, meyvə qoz boyda olur. Yarpaqlar əmələ gəlir, yarpaqda fotosintez gedir, yarpağın fotosintezindən şəkər istehsal olur, fosfor gedir, ondan reaksiyaya girir, zırt, pırt, uzun söhbət. Başa düşdünüzmü? Yəni onların həmin o mayalanmaya, o yazda sizin məhsul tutumuna demək olar ki, heç bir dəxlisi yoxdur. Və mən bir dənə söz demək istəyirəm. Bu düşüncəni düşünməyin özü yanlışdır. Yəni yazda bitki fosforu mənimsəyəcək. Payızda verim, mənimsənilməyə, formaya keçsin, yazda bunu bitki. Bunun özü özlüyündə yəni yanlış bir düşüncədir. Bu əsas fosfor ehtiyacın, yəni bitki konkret olaraq fosfor ehtiyacını indi mənimsəyəcək və yüksək pH var torpağımızda. Şu anda yüksək pH var torpağımızda. Bu da fosforun çox sürətli mənimsənilməsinə xidmət edən Allahın elmi və lütfüdür. Yəni pH skalasını açın, orada elementlərin hansı pH-larda mənimsənilməsinə bir diqqət edin. Fosfor gəlir, sırf ən yüksək pH-da ən sürətli mənimsənilmə gücü əldə edir. O elə belə bir şey deyil də. Yəni o kiçik skalanın haqqında 10 paragraf saatlarla danışaram da. Yəni onun verdiyi informasiyanı bizim fermerlərimiz bu günlər, onun aqronomlarımız tək o elementlərin rəngli bir dənə şkala var. Həmin şkalanı tək anlasalar, vallahi billahi 10 saatlıq 10 dənə 10 gün, hər gün 10 saat danışılası orada məlumatlar var. Onu 10% başa düşsək bəs edir bizə. Prosto biz düşünmək istəmirik. Yəni başa düşün. Yüksək pH-da fosfor ən yüksək hızla, ən yüksək sürətlə mənimsənilir. Həm rahatılığım, amafos, MAP, superfosfat və s. həm də torpaqda yay boyu, qış boyu tutulmuş fosforun özü belə yüksək pH-da yüksək mənimsənilmə qabiliyyəti əldə edir. Bu mühitdə, yəni yüksək pH-da, torpaqda tutulmuş fosforunda çözülüb mənimsəyəcək bir qeyrətdə olur ağaclar. Çünki 90% fermer yanlış istiqamətlendirilir və fosfor vermir. Demək olar ki, vermir. Əksər fermerlərimiz vermir. Və bitki öz gücü ilə payızda fosfor əldə edir. Yəni o əldə eləməsə yazda sənə çiçək verə bilməz. Elə bilmə, yazda verdiyin mapı yazda verdiyin mapı payızda mənimsəyir. Və tutulmuş fosfordan mənimsəyir. Çünki yazda verdiyi o qədər ehtiyacı yoxdur. Onu saxlayır payızda, tutulmuş fosfordan mənimsəyir. Bu da çətin bir şey yoxdur yəni burada. Ötən il bir çox fermer
erkən fosfor gübrəsi verdi və nəticələrini də müqayisə edin. Həm məhsul baxımından, həm xəstəlik baxımından, həm hətta belə həşəratlar baxımından müqayisəni aparın, sonra qərar verək. Mənim argumentlərim sizi qane etmirsə, canlı fermerlər var, təcrübələrdə var, etiraz etməyəcək, yəni heç kim ona etiraz etməyəcək ki, deyirsən ki, qardaş, bu fermer 1 kilo amafos verdi, bu ziyana düşdü, bu zərəri gördü. Yəni bu gördü da, yəni təcrübə dediyim bu demək. Təcrübənin qabağında ay mən aliməm, ay mən professorum deyib özümü yırtanmərəm ki. Yəni təcrübədir. Təcrübə hamının qarşısında bir səddir. Praktiki ötən il fosforu avqustda verən nə qədər fermerlər var ki, geri dönüşləri inanın ki, heç gözlədiyimdən belə artıqdır. Ona görə diqqətli olmaq lazımdır. Bir şeyin haqqında bir şey öyrənirik. Kalsiyum karbonat problemdir. Nə qədəri problemdir? Torpaqda kalsiyum karbonatın olmaması da bir problemdir. Natrium problemli bir elementdir. Amma torpaqda natrium olmasın, görün bitki turqor təzyiq əldə edə biləcəkmi? Yəni torpağa sən natrium verməsən, natrium 0 olan torpaqlarda 10 ppm natrium olsun torpaqda. Bir dənə orada çöp alaq yetişdir görüm, hələ yetişdirə bilirsənmi? Yəni hər bir şey problemdir, amma hər elementin də özünə görə bir funksiyası var. Onun da bir həddi var, zərər həddi var, mənfəət həddi var. Yəni natriumun özü torpaqda olmasa heç bir bitki bitə bilməz orada. Çünki bitkinin daxili təzyiqini tənzimləyən yeganə element natriumdur. Belə. Elə verən bir şeylər başa sala bildim. Yenə də öz bildiyinizdə qalın. Mənim vəzifəmdir. Özümə daha doğrusu vəzifə bilirəm. Gördüyüm həqiqətləri, bildiyim həqiqətləri bölüşməyi.